2025-ci ilin 5-ci ay Ümumi Xəstəxanasının reanimasiya şöbəsinə daxil oldum. Mənə infarkt diaqnozu. Mən getdim başqa klinikaya, özəl klinikaya. Orada mənim öz həkim idi. Müayinələrimi görəndə həkim qorxdu. Evə zəng eləyib nəvəmə, qızıma ki, müayinələri onu infarkt göstərir. Təcili aparın xəstəxanaya. Doğrudan da mənim bərk evdə ağrılarım olub. Bir neçə gün özüm müalicə eləmişəm, ancaq müayinələrin göstərib ki, məndə infarkt var. Məni infarkt diaqnozundan gətiriblər ora. Burada məni Gülər üz bir kollektivi, mehriban bir kollektiv qəbul elədi. Mənə bütün lazımi yardımları göstərdilər, xəstəxanaya qəbul elədilər. Mən bu müddətdə bu şöbənin nə qədər işçilərinin hamısının nə qədər yüksək səviyyədə peşəkar, bütün təyinatları vaxtı-vaxtında düzgün yerə yetirmələrini və qayğıkeş olmalarını gördüm. Ən çox məni valeh edən şöbədəki bütün işçilərin bir-birinə qarşı səmimiyyəti idi. Çünki niyə? Atalar deyib ki, dığdıq olan yerdə ruzi bərəkət olmur. Bu şöbədə hamı bir-biri ilə olduqca səmimi, mehriban, həm özləri bir-birinə qarşı, həm xəstələrə qarşı həddindən artıq səmimi münasibətdə olurdular. Bu mənim çox diqqətimi cəlb elədi. Bir də şöbədə hər şey yüksək səviyyədə, şöbənin sanitar epidemik vəziyyəti, təyinatların vaxtı-vaxtında düzgün yerinə yetirilməsi yüksək səviyyədə. Mən xəstəxananın baş həkimi Bəxtiyarı doktora, müalicə həkim Günay həkimə, xəyal doktora dərin minnətdarlığımı bildirirəm və şöbənin bütün tibb personalına, həm orta tibb işçiləri, həm kiçik tibb işçiləri, bütün tibb işçilərinin hamısına dərin minnətdarlığımı bildirirəm. Bir də həyatda ən böyük arzum odur ki, mən burada o qədər gülər üz, mehriban, elə gözəl bir kollektiv gördüm ki, arzu edirəm respublikamızın bütün tibb işçiləri bu qədər gülər üz, bu qədər qayğıkeş, bu qədər səmimi olsunlar.